Salam dəyərli dostlarımız, dəyərli izləyicilərimiz. Xoş gördük sizləri. Bugün tam ideal bir ev çıxartmışam sizlər üçün. Kinoya, nə bilim, komedixanaya, nəyə istəyirsiniz, çəkiliş aparmaq üçün ideal bir ev çıxartmışam sizlər üçün. Geniş həyət bacası olan, gözəl dizayn edilmiş, samavarımızı da xodlamışıq, çayımızı da içmişik, başlamışıq çəkiliş eləməyə. Dəyərli dostlarımız, durduğumuz yer besetkadır. Besetkanın altında 10 tonluq su çəni var, geniş həyət bacası var, həyət üçün hamam tualeti, çənə girişi, sonra. Dəyərli dostlarımız, hamam tualet üçün xüsusi burada da su çəni qoyulub, əl yumağa yerlər, gördüyünüz evdə bütün əşyalar qalır. Dəyərli izləyicilərimiz, evin içindən sizlərə bir-bir deyəcəm nələr götürüləcək. 3 dənə televizor, indidən deyim, naxadı götürüləcək. Geniş həyət bacası var. Kombi aparatının yeri də quraşdırılıb. Şəxsi yaşayışlı evdir də, dəyərli dostlarımız. Kombi aparatı, zəhmət olmasa operator qardaşım, yaxınlaş bura. Geniş həyət bacası var. Ev ümumi 4 bir tərəfdən kamera nəzarətindədir. Yəni izlənilir. Mərkəzi giriş qapısı var. Əl damı üçün, bar banka yığmaq üçün yerləri var. Yerdən kürsülüdür. 2.2 sotun içərisindədir. Çox gözəl dizayn edilib. Çıxdın evdən çıxdın, 30 metrdən sonra 142 nömrəli marşrut keçir də, Cantəpədəyik. Gəl. Bir də buna bax. Kombi aparatı quraşdırılıb, əlavə balon qoyulub, hava balonu, su balonu. Kombi aparatı gücə düşməsin, dəyərli dostlarımız. Qapısı da qəşəng plasmas qapılardan yığılıb. Evin üst fasadını zəhmət olmasa göstər. Yerdən kürsülüdür, 5-6 daş yerdən kürsülüdür. İdeal da ideal, şəxsi özünə tikilmə evdir. Dəyərli dostlarımız, demək, fundament beton karkasdır. Zəhmət olmasa, fundament beton karkasdır, mərtəbələr arası monolit betondur. Birinci, ikinci mərtəbədə ümumilikdə istipol, pilusda kombi radiatorları quraşdırılıb. Yəni ev hamamdan ibarətdir. Gəl keçək evin içi ilə də tanış olaq. Damafona kimi quraşdırılıb. Evin giriş qapısı, qarşısı pilləkənlər ağlay daşlarla örtülüdür. Şəbəkə pəncərələr, pəncərələrin də qarşısında heç bir maneə tutmur da. Əlbəttə ki, ideal bir ev çıxartmışam da. Bismillah eləyək. İçərinin istiliyinə bax. Mart ayı olduğuna görə içərinin istili hamamdır. Qapını açırsan isti adamı yandırır. Metlaq olan sahələr istipolla üzlənilib. Mətbəxi, bahalı bir mətbəx mebeli yığılıb. Çox bahalı bir mətbəx mebeli yığılıb. Mətbəxdən dəyərli izləyicilərimiz götürüləcək əşyalar xaladenikdir, sobadır və bu stolumuz götürülür. Keçək digər otaqlarla da tanış olaq. 4 bir tərəfdən kamera sistemi nəzarətindədir evimiz. Metlaq olan sahələrdə monolit betonlu istipolla üzlənilib. Gəl, qonaq otağı, qonaq otağına bax. Qonaq otağından da dəyərli dostlarımız tək bir dənə bu televizor götürülür. Gördüyünüz bütün əşyalar qonaq otağının içərisində qalır. Pəncərəsi də öz həyətinə baxır, şəbəkə pəncərədir. Ümumilikdə ev istipolla üzlənilib, polu laminatdır, kondisionerlər. 3 dənə evdə kondisioner qalır. Kondisionerlərin hamısı qalacaq dəyərli dostlarımız. Demək, çölün çıxış qapısı, nə bax, yay vaxtı açıq qoy, bağla yetsin. Hər mərtəbəndə ayrı-ayrılıqda hamam tualeti var. İdeal hamam tualetləri var da, ideal. Qapıya var bir dənə, hamam tualet, bütün aksesuarlar quraşdırılıb. Şəxsi yaşayışlı evdir, şəxsi. Pilləkən altında kladovka, belə bir siyilməli şkaf yığılıb bura, dəyərli dostlarımız. Pilləkənlər monolit betondur, qranit daşlarla üzlənilib, meş, alüminium tutacaqlar qoyulub. Hər mərtəbənin ayrı-ayrılıqda istili sistemləri var, kombidir. İşıqlandırma üçün burada da pəncərə qoyulub, cüt daşdır, istili sisteminin radiatorları quraşdırılıb, hazır bir vəziyyətdədir. Qazı, suyu, işığı, kommunal xətlərin hamısı var. Wi-Fi-na kimi plus Wi-Fi gücləndirici. Bütün şeylər, əşyalar evin içərisində qalır. Çıxdın sağda yerləşir hamam tualet, hər mərtəbənin ayrı-ayrılıqda geniş bir şəkildə hamam tualet sahəsi var. Gözəl bir foyesi var. Düşmə ev istəyənlər buyursun zəng eləsin. Kupçalıdır. 2.2 sotun içərisində qiymət 142 min manat təşkil edir. Səhifədə nömrəm var, yenə də təkrar edirəm.
055 291 35 65 mənim nömrəmdir. Hər zaman dediyim kimi ideal evlərin çəkilişi ilə məşğuluq. Gəl, balkona çıxış sahəsi. Gəl, buradan bir dənə balkonu da göstərək. Geniş bir həyət sahəsi var. Çıxdım. Söyüd ağacından sonra avtobus keçir. 142 nömrəli avtobus. Yoldan 30 metrlik məsafədədir. Radiatorlar, isti pol, hamısı öz qaydasında yerindədir. Demək, dəyərli dostlarımız, bu otaqda, bu yataq otağında bütün gördüyünüz videoda gördüyünüz əşyaların hamısı qalır. Təkcə elektron uşaq besetkasından başqa, dəyərli dostlarımız, kalyaskasından başqa, kondisionerinə kimi bütün əşyalar evin içində qalır. Keçək digər otaqlarla da tanış olaq. Ümumilikdə evimiz 2 mərtəbə 4 otaqlıdır. Bu otaqda da bütün əşyalar qalır, kondisionerinə kimi hətta. Yəni ev, belə deyim də dəyərli dostlarımız, ev əşyalı olaraq satılır. 2-3 dənə əşya evdən götürülür. Elektronika, televizor, su. Başqa mətbəxdə də paltaryon var idi, qabyon var idi. Onlar qalır da, yəni. Xaladenlik, soba, 3 dənə televizor. Başqa nə var qalacaq evin içərisində? Oradan da həyət yanı sahə göstərilir. Çox geniş kvadrata malikdir. Demək, keçdik uşaq yataq otağına. Vakuumdan qalxan uşaq yataq kravatları, bunlar da qalır, dəyərli dostlarımız. Burada götürüləcək əşya şkafdır, bir də televizor götürüləcək. Su. Yəni 3 dənə televizor, xaladenlik, soba, şkaf. Kuxnada da ki, kuxnanın stolu. Dəyərli dostlarımız, ideal düşmə